qısa bir qəza oldu. Burada siren səsləri hazırda eşidilir. Qaçqın həyatı barədə biraz daha sonra sizə danışacağım. Çünki burada çox çətin bir şəraitdə yaşayacaqsınız. Qaldığımız yeri də göstərmək istəyirəm. Bazara gedən. Burada maral olduğun açığı hələ görməmişim. Salam, Hollandiyadan hər kəsə. Bu video mənim Hollandiyada keçirdiyim könüllü olaraq bir günümdən bəhs eləyir. Hazırda səhər saat 11 radələridir. Yuxudan yeni oyanmışıq, səhər yeməyi yeyəcəyik. Bu günləri plana əsasən saat 3-də işimiz başlamalıdır və 8-ə qədər davam etməlidir. Ümumiyyətlə Hollandiyada bundan əvvəlki videodan artıq yəqin ki bəllidir ki, könüllü olaraq Avropa Həmrəylik Korpusu çərçivəsində 3 həftəlik könüllü olaraq çalışıram. Lunteren şəhərində yaşayırıq və burada və ətraf regionlarda olan qaçqın düşərgələrinə könüllü olaraq gedirik. Orada sakinlərin əsasən də uşaq və yeniyetmələrin vaxtlar keçiririk, onlarla oyunlar oynayırıq və s. Ona görə də istəyirəm ki, bu günümü, məhz bir günüm necə keçir vlog altında sizə də göstərim. Так, выходные не поменялись, нет? Нет. Твое, вот стоит ручка. Где? Вот А. ручка. Ну, я сегодня приходила этот... Ходите? You will cook tomorrow. You will House. cook tomorrow. Huh? You will cook tomorrow. I know. Hollandiyada havalar bura gəldiyimizdən etibarən çox yağışlı keçir. Gördüyünüz kimi iyun ayının bugün 2-sidir, amma hələ də yağış yağır. Şiddətli yağış yağır. Amma qaldığımız yer baxın belə bir meşəlikdir. Birazdan daha ətraflı göstərəcəm. Çox qəşəng bir patiomuz var. Bəzən havalar yaxşı olanda axşamlar burada axşam yeməklərimizi yeyirik. Daha sonra Hollandiyadasınızsa təbii ki burada velosipedlərin sayı insanların sayından çoxdur və bizə də könüllü olaraq hər birimizə velosiped veriblər pulsuz istifadəmiz üçün. Belə leysan yağış tökür burada. Əslində bugün bazara getməyə planlaşdırmışdıq, amma bu yağışda düşünmürəm ki gedə biləcəyik. Çünki inanılmaz bir leysan yağış başladı hazırda. Özünüzdə yəqin ki görə bilirsiniz. Burada siren səsləri hazırda eşidilir. Qeyd edim ki, bu siren səslər haqqında bizə dünən məlumat verirlər ki, qorxmayaq. Deməli, söhbət nədən gedir? Hər ayın biri burada Hollandiyada storm, yəni ki, qasırğa gəlməyini məşq eləmək üçün
saat 12-də, düz 12 tamamda həm telefonlara bildiriş göndərilir, həm də belə siren səsləri verilir. Bu qasırğanın gəlməyini xəbər vermək üçün atılan bir addımdır və hər ayın biri bunu məşq eləyirlər ki, hər şey qaydasındadır və normal işləyir. Bizə də öncədən bildirdilər ki, belə bir şey baş verəcək. Qorxmayın, hazırda telefona da bildiriş gəldi və siren səsləri də eşidilirdi. İndi kəsdi artıq. Bu isə bizim evimizdir. Bura bizim mini qarajımızdır. Velosiped qarajı da kimi istifadə edə bilərik. Mənim velosipedim budur. Hazırda bazara gedirəm, yağış kəsdim və qərar verdim ki, sizə buradakı bazarlığı da göstərim, amma bazara gedən yolu da göstərmək istəyirəm, çünki çox möhtəşəmdir. Həqiqətən də baxın, belə bir təbiətin, meşənin içində yaşayırıq və mən qaldığımız yeri çox bəyənirəm və burada az öncə də qeyd etdiyim kimi insanlarla sayı qədər demək olar velosiped qarşıdan deməli hazırda bazara gedirəm və qaldığımız yeri də göstərmək istəyirəm. Bazara gedən yolu. Bu qaldığımız yeri mən çox bəyənirəm və dediyim kimi burada insanların demək olar ki, sayı qədər velosiped olduğuna görə burada velosiped üçün xüsusi infrastruktur var, velosiped yolları var və burada velosiped sürmək doğrudan da çox rahatdır. Və belə bir meşənin içində sakit həyat tərzi sürmək həqiqətən də başqa bir ləzzət verir insana. Belə bir meşənin ortasında velosiped sürməyi bəlkə də xəyal eləməzdim, amma həqiqətən də çox gözəldir. Təbiəti belə qorumaqları və bu təbiətin içində belə bir şərait yaratmaqları həqiqətən də möhtəşəm bir şeydir. Bizim qaldığımız yerdən marketə təxminən velosipedlə 10-15 dəqiqəlik bir yoldur. İlk gəldiyimiz gün bir qədər qarışıq görsənsə də artıq demək olar ki, yolu öyrənmişəm və artıq Google Maps istifadə eləmədən rahatlıqla gedə bilirəm. Bir qədər sonra, bazarlıqdan qayıdandan sonra bizi artıq sürücü gəlib götürəcək saat 3-də və biz işimizin başına gedəcəyik. Dediyim kimi biz burada regionda yerləşən fərqli qaçqın mərkəzlərində çalışırıq və bizim sürücülər normalda bizi gəlib götürür və aparır. Burada bir işarə var. Fikir vermişdim, maral işarəsi ki, burada maral olduğunu açığı hələ görməmişim. Bir həftədir ki, buradayam. Bugün ikinci həftə başlayır və
bu həftədən sonra daha bir həftədə buradayıq. Ümumilikdə 3 həftə burada olacağıq. Ötən həftə ilə bağlı biraz çoxlarını bölüşsəm. Açığı gözlədiyimdən daha yaxşı keçdi. Çünki mən bundan öncə Belçikada oxşar bir layihədə iştirak eləmişdim. Yəni qaçqın mərkəzində iştirak eləmişdim könüllü olaraq və orada şərait bundan biraz daha aşağı idi. Ona görə mənim gözləntilərim Hollandiya üçün o qədər də yüksək deyildi açıq, amma ona görə də hələ ki yaxşı keçirdiyini düşünürəm. Qaldığımız evin şəraitindən tutmuş, burada bizlə iştirak edən insanlar və getdiyimiz o həmin mərkəzlərdəki uşaqlar, onlar da çox həqiqətən də çox şirin, mehriban insanlardılar. Bizi çox xoş qarşılayırlar. Uşaqlar çox əyləncəli və sevimlidirlər. Baxmayaraq ki, çox çətin həyat tərzi yaşayırlar. Müharibələrdən, müxtəlif heç də xoşa gəlməz hallardan məcbur qalıb ailələri ilə birlikdə öz ölkələrini tərk eləmiş və çox çətin bir həyatdan keçmiş insan olmaqlarına baxmayaraq o üzlərindəki gülüş və təbəssümü qoruyub saxlaya biliblər və məncə bu ən böyük onların mirasıdır. Uşaqlar az yaşlı olmaqlarına baxmayaraq çoxusu artıq demək olar ki 4 dildə danışa bilir. Təbii ki bu getdiyimiz mərkəzlərdən asılı olaraq dəyişir. Bəzi mərkəzlərdə böyük əksəriyyəti Ukraynadan olan qaçqınlar adətən yaşayırlar. Bəzilərində isə Suriya, İraq və s. digər o ərəb ölkələrindən gələn qaçqınlar uşaqlardır. Təbii ki ailələri ilə birlikdə. Həmin o Suriyadan və s. olan uşaqlar adətən 4 dildə çox sərbəst danışa bilirlər. Bura daxildə ərəb dili, türk dili, ingilis dili və Dutch, yəni Holland dili. Çox az yaşlı olmaqlarına baxmayaraq belə 4 dildə çox sərbəst danışmaqları həqiqətən də məncə heyrətamizdir. Və ümid edirəm ki, həqiqətən də onlar çox parlaq bir gələcək gözləyir bu Avropadan. Baxmayaraq ki, hazırda heç də xoş olmayan bir şəraitdə yaşamağa məcburdular. Bəzilərimiz, bunu da qeyd edeyim ki, bəzilərimiz düşünə bilərik ki, əslində Avropaya gəlmək hələ son məqsəddir. Tək ölkədən çıxın və Avropaya gəlim, necə olur olsun, qaçqın statusu olsun, nə olur olsun. Amma əslində həqiqətən də bu belə deyil. Mənim bu Avropadakı qaçqın mərkəzlərində yaşadığım təcrübəmə əsasən deyə bilərəm ki, əslində elə Avropaya düşdüyü zaman hələ burada başlayır, bu bitmir. Yəni məqsəd bu olmalı deyil, çünki burada çox çətin bir şəraitdə yaşayacaqsınız. Baxmayaraq ki, buradakı hökumətlər sizə müəyyən qədər müavinət ayırır, sizin həyat şəraitinizin yaxşı olmağı üçün müəyyən qədər işlər görürlər. Amma təbii ki, siz bir vətəndaş deyilsiniz burada və çox az bir hüquqlarınız var. Müəyyən çərçivələr, limitlər daxilində ancaq söz sahibisiniz. Buna görə də həqiqətən də çətin bir həyat sizi gözləmiş olacaq. Bunları mütləq fikirləşin. Əgər həqiqətən də ölkədə çox çətin bir vəziyyət deyilsə, yəni müharibə və s. ölüm qalım məsələsi deyilsə, mən heç kimə tövsiyə eləmərəm belə bir çətin həyatı seçməyi. Amma təbii ki, bu da insanların öz seçimidir. Şimdi bu həyatı seçirsə, ona da tamamilə hörmətlə yanaşıram. Hər kəs özü öz həyatını qurur və özü məsuliyyət daşıyır. Hazırda şəhərin mərkəzinə demək olar ki, çatdım. Gördüyünüz kimi meşəli ərazidə bitdi artıq. İndi daha çox Hollandların evləri bu kiçik Lumterəndə qısa bir qəza oldu. Tək əllə velosiped sürmək həqiqətən də o qədər asan deyil. Amma hər şey yaxşıdır. Yola davam edə bilərik. Səs oda velosiped
hələ də işlək vəziyyətdədir. Yaxşı ki, nəsə olmadı. Yoxsa buradan dala qayıtmaq çox çətin olardı. Bu da YouTuberliyin gətirdiyi çətinlikdir. Ona da dözməliyik. Yəqin ki, bu barədə, yəni ki, qaçqın həyatı barədə biraz daha sonra sizə danışacağım. Çünki hazırda şəhərin mərkəzində olduğum üçün maşınlar və s. çıxır və biraz daha diqqətli olmalıyam. Meşədəki qədər rahat deyil velosiped sürmək şəhərin mərkəzində. Çünki meşədə bilirsiniz ki, təkcə özünüzsüz, amma burada fərqli yerlərdən maşınlar gələr. Hazırda dəmir yolunda. Keçdən. Belə demək olar ki, Aldiyə, yəni Aldi burada çox məşhur marketlərdən biridir. Tək Hollandiyada yox, bütün Avropada məşhurdur deyərdim. Bizim Bravo, Araz qədər hər yerə yayılmış marketlərindən biridir. Burada Aldi və Albert. Albert biraz daha bahalı olduğuna görə biz adətən Aldidən edirik bazarlığımızı. Belə. İndi oranı da göstərəcəm sizə. Belə. Bunu da göstərim. Burada velosiped üçün xüsusi parking nöqtələri də var. Açığı bizə velosiped verərkən velosipedi locker, yəni ki, velosiped kilidi də vermişlər, amma belə velosiped kilidi də veriblər, amma mən istifadə eləmirəm. Çünki həqiqətən də çox təhlükəsizdir. Burada indiyə qədər həmişə velosipedimizi kənara qoyub rahatçılıq marketin içinə gələ bilirik. Heç bir şey də baş verməyib. Belə, videomuz Aldi'dən davam edir. Burada marketlərdir hazırda. Qiymətlərlə tanış edeyim. Məsələn, bu xiyar 79 sentdir. 1 evronun 1 manat 70 qəpik olduğunu nəzərə alsaq, bu təxminən 1 manat 50 qəpik və s. eləyir. 2 evroya bir pomidor var. Adətən bundan alırıq biz. İndi də bundan alacağım. 3 dənəsi məncə kifayət eləyər. Daha sonra renkli biberlər götürəcəm biraz. Bu biberlərin qiyməti 1.99'dur. Yəni 2 evrodur. Təxminən 3 dənə biberə 5 manat verdim. Daha sonra burada ət bölməsi var. 700 qram ət 10 evrodur. Kilosu isə 14-27 evrodur. Təxminən 15 evro. Bizim bundan 25 manat civarı bir şey eləyir. Burada müxtəlif makaronlar var. Məsəl üçün 1 kilo makaron 1.69 evroyadır. O da bizim pulla 5 manatdan daha az eləyir. Burada cürbəcür çörək çeşidləri var. Fərqli qiymətə. Təxminən 1 manat 70 qəpiyə, 2 manata, 4 manata və s. ta deyərdim ki 6 manata qədər fərqli çörək çeşidləri var. Burada hələ də çörək çeşidləri davam edir. Ümumiyyətlə Avropada
çörək çeşidləri bol olur Asiyadan fərqli olaraq. Burada şirniyyatlar, kofe, burada da şirniyyatlar. Bura içkilərdir. Sonra belə bir lobya alacağım. Supa qatmaq üçün təxminən 1 evrodur. Bizim pulla 1 manat 75 eləyir. Əddiyatlar və s. var. Burada içkiler var. Alma, şaftalı və s. soku. Belə bir sok götürəcəm. Bizim pulla təxminən 3 manat civarıdır. 3 manatdan biraz az. Şaftalı və portağalın qarışığı. Heç bundan içməmişdim. Bəlkə bundan da birini götürüm. Yoxlamaq olar. Biraz daha kiçikdir amma olsun. Belə. Orada da süt məhsulları, ət məhsulları və s. var. Mən salfetka da almalıyam. Okey, buradan alacağım. Şimdi tuvalet kağızı yox, salfetka götürməliyəm. Baxaq bunların qiymətinə. Bu daha ucuzdur. Belə mən bazarlıq siyahımla tanış olub, sonra videonu davam etdirəcəm. Beləcə bazarlığımız bitdi. Bu qədər bazarlığa təxminən 24 evro pul ödədim. Bizim pulla da təxminən 40 manata yaxın bir şey eləyir. Məncə pis deyil, ümumi olaraq. Yəni ki, kifayət qədər bir şey almaq olar 40 evroya. Buradakı qazancların da yüksək olduğunu nəzərə alsaq, bu balansa baxanda kifayət qədər yaxşıdır məncə. Yəni Azərbaycanda 200 manat qazanıb, tutaq ki 50 manat bazarlığa verməkdənsə, burada 500 manat qazanıb 80 manat bazarlığa vermək daha yaxşıdır məsələn. İndi velosipedlə geri qayıdıram. Görək yolda əgər maraqlı yerlərdən keçsəm, çünki burada insanlar at, keçi və s. saxlayırlar. O tipli yerlərin yanından keçsəm sizə də göstərəcəm. Və burada təbii ki, it saxlayan insanlar da çoxdur. Hazırda bazarlığımla evə qayıdıram. Gördüyünüz kimi. Onu deyim ki, həmişə şəhərə getmək qayıtmaqdan daha asandır. Çünki şəhərə gedəndə yol daha enişlidir və ona görə də velosiped sürmək də rahatdır. Qaydanda isə biraz yoxuşdur deyə bir qədər əlavə güc tələb edir sizdən bu yoxuşu qalxmaq. Düzdür, o qədər də dik deyil təbii ki, amma fərq yenə də hiss olunur. Az da olsa.
Amma bu mənzərəyə görə həqiqətən də dəyər bu yoxuşu qalxmaq. Çünki çox gözəldir. Sözün açığı mən tək 50 velosiped sürdüyümü məsələ burada sürə bildiyimi burada kəşf elədim. Çünki Bakıda velosiped sürə bilirdim, amma tək 50 sürə bildiyimi düşünmürdüm. Burada məsələ vlog sayəsində öyrəndim. Gördüyünüz kimi quşların səsi və s. Əsl məşədir bildiyiniz. Və onu da deyim ki, ilk günlər mən bura gələndə və səhərlər yuxudan oyananda bu quşların səsini eşidirdim. Düşünürdüm ki, otaq yoldaşımın budinnikin səsidir. Çünki bilirsiniz, bəzi telefonlarda belə bir budinnik səsi var. Amma sonradan gördüm ki, bu budinnik səsi deyil, sadəcə təbiətin səsidir. Belə burada meşənin içində koteclər çoxdur. Mən hazırda qaldığım yerdə bu tipli koteclərdən biridir, amma biraz daha uzaqdadır. Mən hazırda dayanıb velosipedi, bu sumkanı təzədən yığacam, çünki orada aldığım Lobya bankası velosipedin təkərinə deyil, ümid edirəm sınmayıb. Beləcə artıq saat 3-ə qalıb 5 dəqiqə və mən nəzarət nöqtəsinə yaxınlaşıram. Haradakı sürücü yaxınlaşıb bizi götürəcək və 3-də artıq çıxacağıq. Qeyd edim ki, hər evdə bizdə 6 nəfər olaraq bölünmüşük və ümumilikdə 30-a yaxın könüllü fəaliyyət göstərir. Bu tipli bir evlərdə qalırıq, fərqli belə bir kotec demək olarsa koteclərdə və hər evdə 2 nəfər qalır hər gün. Onlar yalnız həmin günün yemək və təmizlik işlərinə cavabdehdirlər. Evin qalan 4 sakini isə evdə qalan 4 sakin isə 4 fərqli yerə gedir və bölünüblər 4 fərqli məkanda işə gedirlər. Bura qaçqın düşərgələri daxildir ərazidəki və həmçinin bizim hazırda könüllü olduğumuz təşkilatın özünün sosial bir biznes, sosial bir restoranı var. Həmin restoran da daxildir. Belə. Burada bizim İspan dostumuz var. Belə. Biz belə bu tipli evlərdə qalırıq. Hər kəsin indi velosipedi var. Dediyim kimi. Belə. Birazdan maşın yaxınlaşıb bizi buradan götürəcək. Vlogumuza davam edəcəyik. Hazırda maşındayıq, amma problem var. Buradakı şlagbaum açılmır. Amma maşında Azərbaycanlı Aysel və Aygül var. Həmçinin Ukraynalı həmkarımız. Ondan danışırdıq ki, burada Hollandlar çox səbirlidirlər. Çünki artıq demək olar 5 dəqiqədir burada gözləyirik, amma çox səbirlə gözləyir. Azərbaycanda olsaydı yəqin ki, artıq şlagbaunu sındırmışdılar. Görək nə olur. Hazırda yolda qalmışıq. Belə, görək.
Bura həmin mərkəzdir. Biz işlədiyimiz uşaqların üzünü etik səbəblərdən dolayı göstərmirəm. Amma təxmini mərkəzin bir şeylərini göstərməyə çalışacağım. Çalışıram ki, insanların üzünü çəkməyim. Təbii ki, burada müəyyən etik səbəblərdən dolayı. Amma mərkəzdə şəraiti çəkməyə çalışıram. Bu sadəcə gəldiyimiz mərkəzlərdən biridir. Mən də bu mərkəzə daha öncə olmuşdum. Bu tipli fərqli mərkəzlərdə ola bilirik. Buraya normalda insanlar bu otaqlarda qalırlar. Bəzən ailələr, bəzən isə tək şəxslər qalır. А де Діма? Такі в моем новом доме забыл. Да, смотрите. Эй! Без Украины. Very cool. Deməli, burada uşaqlarla oynayırdıq və birdən yerli sakinlərdən biri bizə kofe və belə şirniyyat gətirdi. Fasilə verməyimiz üçün həqiqətən də çox düşüncəli və nazik bir hərəkət idi. Aysel, bu günün necə keçir? Yaxşı. Nurla tanışdım, Nur. Memnun kaldın mı benden? Benim ismim ne oldu? Aysel. Tamam. Bir şey söylemek ister misin? Niye? Nasıl? Ben bir şey sormak istemiyorum. Ha, tamam. Bugünlük günümüz yekunlaşdı. Hazırda evə gedirik. Birazdan indi sürücü yaxınlaşacaq. Yığışdıq. Beləcə qutular olur və bu qutularda fərqli oyunlar olur. Uşaqlarla və yeniyetmələrlə burada bu oyunları həyata keçiririk. Bu mərkəzdə açığı uşaq sayı nisbətən az idi deyə mən yəqin ki, başqa mərkəzdən olan videoları da əlavə eləyəcəm və ümumilikdə sizdə təəssürat yaranar ki, biz burada nə iş görürük. Belə.
və beləcə günümüzü yekunlaşdırırıq. Hazırda axşam yeməyindən sonra təbii ki velosiped sürməyə çıxmışam. Yediyimi əritmək üçün. Çox gözəl bir şam yeməyindən sonra. Burada havalar onu da deyim ki, çox gec qaralır. Hazırda saat təxminən 9-10 radələridir. 9-10-a işləyib. Amma hava gördüyünüz kimi çox açıqdır, işıqlıdır. Burada təxminən 11 radələrində hava qaralır. Bu da əslində biraz psixologiyama qəribə təsir edir. Çünki axşam olduğunu başa düşə bilmirəm. Ümumilikdə belə Hollandiyada bir günümü təbii ki videosunu velosiped sürməklə bitirirəm. Hollandiyada velosiped sürmək bildiyiniz kimi artıq normal bir haldır və mən də buna öyrəşmişəm. Açığı bu aktivitini çox sevdim və düşünürəm ki, artıq Bakıda da yəqin ki buna başlayaram velosiped sürməyə. Təbii ki, Bakıdakı yollar buna nə qədər icazə verəcək, bundan əmin deyiləm. Burada indi bu infrastrukturu görərək hoşuma gəlib, amma Bakıda bu infrastruktur yoxdur təbii ki, amma nə varsa artıq əlimizdə kilərlə keçinməli olacaq. Hazırda qaldığım yerdə az qalsın maşından toqquşmuşdum. Belə hazırda qaldığım yerin həyətindəyəm, gördüyünüz kimi. Çox gözəl bir yerdir burada. Belə, buradan bu tərəfə biraz dik olduğuna görə açığı həm velosiped sürüb, həm video çəkmək biraz çətindir, amma maksimum çalışacağım. Çünki bir tərəfdən danışanda da adamın təngi nəfəs olur. Həm də bura artıq evlər olduğu yerdir deyə maşınlar da çıxa bilir. Elə az öncə də bir maşınla rastlaşdım, amma baxmayaraq ki, mən deyərdim səhv məndə idi, amma maşındakılar məndən üzr istədilər, çox gülümsəyərək qarşıladılar. Heç bir negativ, əsəb, stres və s. belə şey yoxdur. Bu insanlar ümumiyyətlə çox səbirlidirlər. Bu səbirlərinə heyrətlə yanaşıram. Bilmirəm, velosipedi sanki nəsə oldu. Həqiqətən də çox ağır çəkir. Biraz dikə qalxmalıyam deyə. Güc tələb edir, okey. Bir də burada döngələr çoxdur hazırda olduğum yerdə, ona görə ekstra diqqətli olmalıyam. İndi Azərbaycanlı qızları salam. Dönənki YouTube'da 3 tane Azərbaycanlı qızı təsadüfən yolda gördüm. Özə göyü çəkirdin. Bayaqdan sizi çəkmirdim. Tanış olun. Aysel, Aygül və Ayşən. Bunu qoyacaqsan da orada. Çox mənalı. Problem yoxdur. No. Videoda konsentinizi aldım, sonra mən məhkəməyə verildim ki, bizdən icazəsiz bizim şəklimizi çəkirdim. Belə, axşam yeməyinizi yediniz? Hadi yemə qlas. Hə, yaxşı toyuq yedik makaronla. Makaron yeməkdən makarona dönmüşsünüz. Kartof yedik. Ha. Nə yediniz? Kartof. Bunlar yenə menyu dəyişiblər. Biz hər gün makaron yedik. Biz isə düyü yemişik artıq. Bura keçəndən ancaq paxlalı. Siz qəşəng dolanırsınız. Bir baxın storyyə, rəhim gedir.
story'de paylaşmıştım. Sonra dedim, Ha. aa, yine edit ediyorsunuz. Ya, bay bay.